Esilaların, sarışın qızların və ya ümumiyyətlə qızların çox olduğu seriyaya xoş gəlibsiniz. Bu gün məni etiketlədiyiniz videolara baxacağıq. Əgər məni yenə də etiketləmək istəyirsiniz, burada gördüyünüz TikTok səhifəmdən məni videolara etiketləyə bilərsiniz. Görə elə bu səfər videomuzun yarısı yenə qız olacaqmı? Bezdim artıq. Mən qızların videosuna etiketləməyim. Sənin ağlından nə keçirdiyini bilirəm. Eləmə onu, xahiş edirəm. Nəysə, keçək görə elə başınıza nə tipdə şeylər gələcək. Əgər daha çox istəyirsiniz, bu videoya bir dənə like atmağı unutmayın. Mən gizli hərəkətlər edirəm, mənə batmır ya. Evet, ilk videomuzdan başlayaq. Dəqiqə bir qol bir səhifəsinə girdim və bir də baxmayacağam. Qardaşım baxmayacağım. Ay da bu nədir ya? Var, məncə qardaşım səhər yeməyinə görə qəşənglik. 1 iyunda İlkin Feyziyev. Yumurta səskə gələcək. Hələ gələcək. Bomba kimi, super. Sizə hardasa bir 20-25 dənə uşağın evinə getməyi planlaşdırdıq. Mən özüm Spider-Man paltar geyinərəkdən onların evlərinə gedəcəyik və hədiyyələr verəcəyik. Digər hamı bunu eləmək məcburiyyətində deyil, amma yaxşı video idi, bəyəndim. Azərbaycanın ən gözəl məktəbi. 114 nömrə, 5 nömrə, 56 nömrə. Mən bir şey başa düşmədim. Biz indi niyə ala məktəblərin yarışdırılma vs atma videosuna baxırıq bu dəqiqə? Bu erkek manakin kuşu bir dişiyi etkilemeye çalışıyor. Əvvəl bu temalı bu arada Rəşid falan bilirmiş bu arada. Ayaqqabının altı qırmızı olan da çox belə zor bahalı ayaqqabı olduğu mənasına gəldiyi falan filan. Heç mən bilmirdim az elə şeylər olduğu sərə. Qəşəng. Qəşəng. Aha. Qaqaşım mağarır tam olaraq. Okey də abi. Neyinə məşqçisin tam olaraq indi? Hə, vurdun, yaxşı. İndi bu bacarıqdır yoxsa nədir mən başa düşmürəm. Altta da ücretli ortaqlıq yazıb. Bu videodakı sponsor reklamları tam olaraq. Amma benim gözüm best bacımdan başqasın. İtirir, ət bir oğlanlığını itirir. Belə ciz videolar, yəni hansı dövrdə qaldı da, yəni görüm kim oğlanlığını itirir. Ay, Nexor bısı kimdir ala? Ətbir sana çikolatalı süt alacaqmış kanka. Mənim ətbirimdə Nexor bıs var idi deyəsən. Ay, mən tez çikolatalı süt al tez elə. Yediyim memsilərin sümüklərini çeynədim. Qanı qatılı elmə kimi də dodaqlarımı göynədir. Ağırlıq. Bu arada sənə bir dənə söz deyim, yəni rap səsindən, tonundan, ümumiyyətlə səsdən başım çıxmır deyə bu videoya fikir bildirməyəcəm. Can ay okey. Can. Okey ama maşallah ol. Okey şokolat. Biz keçən səfər bu video seçmişdik. Mən Spider-Man paltar geyinmişdim, uşaqların evinə getmişdik. Orada 1-2 saniyəlik metro içərisində videolar seçmişdik. Biz o video seçicisinin icazəsini almaq üçün nə qədər əziyyət çəkdiyimizi siz bilirsiniz. Hətta icazəni alsaq belə, metroya girəndə belə bizə problem yaratdılar ki, yəni siz belə paltarla girirsiniz, nəyə girirsiniz? Bizim yanımızda şəhər dedi ki, video çəkməyə falan giririk də, yəni açıq-açıq dedilər də. Abi bizə o qədər problem yaratdılar. Biz yarım saat falan durduq metronun qabağında ki, bunlar yuxarılarına zəng eləyirlər, metronun yuxarısına zəng eləyirlər. Oradan da kiməsə zəng eləyirlər. Hələ onlar bizə cavab verdi, ondan sonra biz gedib içəridə rahat video çəkə bildik. Bunlara qarşı niyə önləm alınmır ki? Bunlara da önlər alındı məsələn. Yəni biz nə ki məsələn, onda biz niyə icazə alıb giririk? İşte bunlar icazə almadan belə əlini qolu sallaya gedib orada video çəkirlər ki. Yəni haqsızlıq deyil sizlərə bu. Bu nə ola? Süper Lig puan tablosu. Bu nə də ola? Karna bölünür, kalem bölünür, pipet bölünür, vatan bölünmez. Makar Qardaşım keçib artıq o video. Biz bunu keçən səfər almışdıq deyəsən, buna oxşar bir dənə video. Babayla zor yarışırlar. Əsla. Kasası sağlam. Mahnıya nə qarıblar? O mahnının içində keçiblər. Onsuz da normal mahnı deyildi. Bir də qarışdırıblar, aləm vurublar bir-birinə. Of, torpağa bax. Bax mən belə videolara etiketliyini çox zordur axı. İnşallah AI deyildir bu arada. Bura haradır görəsən? Ümumiyyətlə bu Mega adındakı adam həqiqətən çox belə zor videolar çəkir ya. Burada olmaq istəyərdim, mən sənə öyle deyirəm. Yəni o cür gözəl videodan sonra gələn videoya bax bir dənə. Çözüyorum ben de üstüne şimdi sadım sana. Rahman sen bir kafes dövüşüne davet et. Ne var mani? Ha buna da. Ha. Bak 1 vs 1'də sən və mən ikimizi bir yerə gətirirəm və səni çolluğa çağırırım. Mən səni daha elit bir yerə çağıram. Bax qəfəs döyüşünə çağıram. Başa düşsən, sən mən niyə çolluğa çağırsan ki, baş vermədim ya. Oba, bax ət videoları ən sevdiyim. Zor olur bunlar, sənə öyle deyirəm. Prosto öyle pişəndə məncə onun içi pişmir bu arada. Hə, pişmirisi. Bir də pişirməlidir mənim pişimdə. Toz pişirməyəcək hə. Pişir də, xahiş edirəm, nə olar? Onu elə yemə, nə olar? Xahiş edirəm səndən. Böyle ihtimal yeyəcək. Bu adam bütün şey yer elənsək. Sushi yosun nə əlaqə? Ətlə yosun nə əlaqə? Şokolad nə əlaqə? Nə fərqdən başım almır bəzi şeylər, sən öyle deyirəm yəni. Pul olanda zaman bilmir nə var. Aha, sıfır gəldi. Qardaşım bu video axırı tam olaraqdan hara gedir belə? Mən başım çıxmadı. Ha, sushi düzəldi. Heç yaxşı bir şey olduğunu sanmıram. Qardaşım sushi çiğ balıqdan düzəldirdilər, çiğ ətdən yox. Ay yenə gəldi ya bu. Bəs bu qız da var. Hər dəfəsində eyni mahnı ilə eyni hərəkətlər edib eyni videolar seçirib. Əzməyib bu. Anamın üstünə ortub səs çıxardaram ki, necə gözəl. Hə, indi çatdı.
Can, Momo. O zübün. Yaxşılığı əgər gözə soxmaq üçün edirsənsə, o yaxşılığı heç eləməsən daha yaxşı. Yəni videonun əlaqəsiz, sadəcə deməksən. Ana məşhəddən. xəbərlər, daşkəsən aşağıda. Maraqlı məqam odur ki, həyətlərə girən şəxs evlərdən heç nə uğurlamır. Paltar ipindən asılan qadın alt paltarları istisna olmaqla. Rusiyada olanlar çıxın dərhal oradan. Bəli Sevinç müəllimə, salam. Sağ olun, siz necəsiniz? Ay Zibel. Ay Zibel. Elə? Ay Zibel. Nə qarıb? Qoca müəllimlərin işlənmiş tumanlarını mərc oyunlarında minimal stavka kimi istifadə edib oynayıblar. Məktəbin podvalında özünə yönəlmiş əxlaqsız əl hərəkətləri eləyir. Tədbirlər görüləcək. Narahat olmayın, atasına deyəcəm indi. Kaçamsker atmağı gözlədim ya, Allah deyirəm. Bu adam kimdir bilmirəm. Son zamanlarda ancaq qabağıma çıxır, həqiqətən də qəşəng videolar çəkilmiş ya. Süper Rasim. Qardaşım sən video çəkməyə davam elə, həqiqətən də videolar yəni xoşuma gəldi də, yəni konkret. Bizim buraya sınavlamaq vaxtımızdır. Bizi və şap, şup, şap, şup, şap, şup, şap, şup, şup da şap, şap da şup, şup da şap, şap. Salam. Salam. Evlisiz? Bəli, evliyik. Buradan subay cütlüklərə nə məsləhət görə bilərsiniz evlilik haqqında? Subay cütlüklərə o məsləhət görə bilərəm ki, deməsinlər ki, evlənəndə ay oyumuz yoxdur, bumuz yoxdur, şumuz yoxdur, nə bilim o yoxdur, bu yoxdur. Biz evliyik. İndi maşallah olsun. Panik atağım var, şəkərim var, təzə təzyiqim də yaranıb. Bundan əvvəl heç bir dərman almırdım. Ev dolu dərmandır, bir sürü dərmanım var. Evlilim deyəcək ki, subaylara tövsiyəm odur ki, evlənməsinlər. 14 yaşımda, 8-ci sinifdə. Mən də istəyərdim də sizin kimi valideynim olsun. Amma məni zorla ərə verirdiniz. Mən olimpiyadaya getmək istəyirəm, mən ərə yox. Maraqlı bir şey yoxdur bu arada. Bu hansı filmdir belə? Yəni bu cavan yaşda desən qızların evləndirilməsinə əlaqədar bir dənə film çəkiblər. Yaxşı ediblər bu arada. Yəni belə bir şeylər dilə gətirmənin artıq bir vaxtı gəlmişdir. Yəni qızları öz istəyi olmadan ərə vermək falan artıq indiki dövrdə məncə olmamalıdır. Yəni rəzalət və iyrənc bir şeydir. Yəni başa düşürsən. Əgər sən o qızı, yəni nə bilim, saxlamaq bu özünə yük olacaqdısa, niyə onu dünyaya gətirirdin də özünə əziyyət verirdin, həm də qıza əziyyət verirdin də, yəni. İnsanların həyatlarını oynayırlar. Mən yalnız öz videolarımı etiketlənirəm və soruşmaq qayıb olsun. Görəndə ağlıma sən gəldin. Gülməlidir. Mırt daşıram. Bu nədir ala? Bəsdir ala, ayda bezdim, sən öl deyirəm. Bu nədir? Bu nədir ala? O şəkil orada çəkilibdir. İminli bu şəkil məndə də var. Mən bildim. Burada da Hüseyin olubdu. Onlar olub, bir də bizim Kuruq olubdu. 23 o şəkil 19. Lisaya belədilər. Lisaya niyə belə şeylər etsin başım? Salam dəyərli izləyicilər, axşamınız xeyir olsun. Mənəm Yasəmən. Dostlar, mən kimsə TikToka qoyub ki, güya atanı döyürsən, atanı vurursan, atandan pul istəyirsən. Mən kim TikToka qoyub Allah balasını, Allah cavan canına qıysın. Allah ona dəysin. Yaxşı. Bunun olacağını təxmin eləmişdim ya. Yaxşı götürüb profilləriniz adına qoymayın. Eləməyin, xahiş edirəm. Səni tanıdığım günə daş düşəydim. Mən bilsəydim həmin gün səndən tanış olacağam, həmin gün ayağım qırıb evdən çölə çıxmazdım. Sən inanırsan, səni tanıyandan bir dənə işim düzgün getmir mənim. Səni tanıdığım gündən mən cırıq olmuşam. İnşallah tanımağı istəyəməyəcəyiniz tipdə bir insana göndərin bu videonu. Suğu nədir bilirəm. Pox yersən, əlbəttə, ancaq evli adamlar uzaq dursunlar. Niyə? Çünki oradakı qızlar həddindən artıq cəsarətlidir. Tətbiqə daxil olan kimi sizin görüntülü və zəhli mesajlar mazginizi sizi sevindirəcək, dalbadal gələcək. Əgər evlisinizsə evdə ağzıvı cırılacaq. Bu arada səbrən sözlə, Roman Şərifin mən əvvəl videosuna baxdım, bir dənə video çəkmişdim. Sifəti çox dəyişilib ya. Belə deyildi Allah, bu çox dəyişilib sifəti. Mən bu başqa cür yadımda qalıb ya. Bu nənələrdən nə istəyirsiniz? Mən başım çıxmır. Əl çəkində zamanın nənəsindən. Nə var? Çikolata. Şokoladdan Jupiter düzəldir. Yox, düzəltmir. O nədir la bu belə? Topdur. Yox, kaskdır, kask. Yorumlar qisminə girsəm heç yaxşı şeylər olmayacaq. Çünki yorumlar qisminə şəkil atıla bilər. Sabahınız xeyir. Bu nə xoqqadı çıxardırsınız? Niyə dəriyə cavab verəndə dərsə başı hamı müdaxilə eləyir? Dəriyə kimsə dərsinə, kimsə yerinə dərsə girib müdaxilə eləyir. Bu nədir hər dəfə dəriyə rus dilindən dərsə müəllimə cavab verəndə hamı xorla danışır?
Dəriyə də varsa yubka geyinsinlər, olsunlar dəriyə. Bəstirində da. Ne oldu valla bir şeye başım çıxmadı. İndi bu səsə atan Dəryanın anasıdır yoxsa müəllimdir? Dəryanın anasıdırsa bu məlumatı necə alıb? Ancaq müəllimdirsə haqlıdır. Bəli, haqlıdır. Buna görə heç kəsin sözünə girməyin uşaqlar, eləməyin o hərəkətə. İmkan verin cəmaət özü cavab versin. Nə çox bilirdinsə gəlib çıxıb cavab verərdin. O vaxt Ağşəhərdən 500 sot torpaq alsaydın, indi ağa kimi yaşayırdıq. O vaxt Rusiyaya alverə yox, Avropaya işləməyə getsəydin, indi evro qazanırdıq, evro. Binanın altındakı obyekti sənə o vaxt pulsuz verirdilər. 400 kvadrat, ağlın olmadı. Getdin, baxdın, dedin ki, bura nəm çəkir. Buradan obyekt olmaz, indi market açıblar orada, market. Qarnın burnuva dəyir, xəbərin var? Hə? Ramin atasına bax da, bax gözünə su ver. Hər gün idman eləyir adam. Belə-belə presləri var. Özü də 3 yaş səndən böyükdür. Amma ki belə bir reallıq var ki, bu sıra heç vaxt bizə gəlməyəcək. Əgər bu sıra bizə gəlsə, böyük ehtimal evdən falan qovularıq. Bu arada İlkinin bu videosunun yorumlarına şey yazmışlar ki, sən atanla necə danışırsan, ayıbdır atanla elə danışmaq falan filan. Qardaşım, bu sadəcə videodur, başa düşürsən? Bu sadəcə content fikridir. Kim zaten atası ilə gedib belə danışır da, yəni belə şey ümumiyyətlə yaşanmır da, yəni başa düşürsən? Buna görə də yaşanmayacaq şeylər üçün belə narahat olmaya heç ehtiyac yoxdur. Sonuncu video ilə bağlı belə maraqlı geri dönüşlər almışam. Bəziləri yazıb ki, qardaş, atanla elə danışma. Bəziləri yazıb ki, qardaş, o kişi yazıqdır, ona niyə elə deyirsən? Vallahi ikisi də mənəm orada. O mənim atam yoxdur videoda. Yəni atamla da elə danışmıram onsuz da. Allah haqqı, o mənim atam da öyle. Mənim əsl atam başqa adamdır. O prosta o da. Yəni daha bir insanlara yəni bunu videosu şərtdən başa salırıqsa, yəni bu TikTok kütləsinin beynindən mən şübhə edirəm də, Allah haqqı deyirəm sənə. Mikro serialına baxdıqdan sonra biz. Mikro serial nədir oğlum? Tanıyırsan o uşağı, yaman son vaxtlar tez-tez gəlib gələnlər bizim məhəlləyə. Özü də məhəllədə çox şübhəli hərəkət edir. Sən tanıyırsan Murat? Ay qır, sən nə olub belə? Ay, 2 gündür yatmamışam, məşqdən gəlirəm. Gedək bir də bax belə hara gedək. Nə əlaqəsi var? Nə var bu adam? Mikro serial nədir ümumiyyətlə mən bilmirəm. Bax görüm bax. Bizim məhəllədə nə iş görsən? Başa düşmədim mən. Necə başa düşmədim? Ürək böyüdü, evlərimiz balacaq. Valla mən niyə döyürsün? Mənim nə günahım var? Mənim heç bir günahım yoxdur. Vay bizim bu qonşu faizə kişiyə bax, 73 manat işığa borcu var imiş. Nə qədər vaxt ödəmiş ya bu borcunu? Onun yerində vur bunu. Nədir o? Qoyduğu çəkmiş. Çəkdi? Çək. Özdə xahiş edirəm, düz deyim. Fazilin 73 manat 50 qəpik borcu var. Bu başını buraxı. İlk qırğanı 70 silirik bəxt. Qaqaç GTA karakterlərini döndü durduk yeri sən öldü. Bu arada o serial baxmamışam. Serial baxsaydım məncə bu videodakı temanı tutardım. Prosta serial baxmamışam və tutmamışam. Nəysə, daha çox bu tipdə videolar üçün bir dənə videoya like atmağı unutmayın deyirəm və bu videomu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə, sağ olun. Bu arada 1 iyuna özəl videoma baxmayırsınızsa, buradakı linkdən baxa bilərsiniz. Gələcək videoda görüşmək üzrə, sağ olun.